Gələrsən, görərsən qalası. Şəkinin Kiş kəndinin şimal-şərqində Qaratəpə dağının üzərində yerləşir. Qalanın neçənci əsrdə və kim tərəfindən tikildiyi barədə dəqiq məlumat yoxdur. Bəzi müəlliflər onun tarixini 15-ci, 16-cı əsrlərə aid etsələr də, bir sıra müəlliflər abidənin daha əvvəlki dövrlərdə inşa edildiyini göstərir. Mənbələrə əsasən Şəki xanı Dərviş Məhəmməd xan Şah Təhmasibin hücumuna müqavimət göstərərək 1551-ci ildə bu qalada müdafiə olmuş, lakin mühasirədə qalan digər iki qala alındıqdan sonra xan qətlə yetirilmişdi. 1743-cü ildə Hacı Çələbi xan yenidən Şəkini müstəqil xanlığa çevirdikdən sonra Nadir Şahla mübarizə aparmalı olur. Şahın qoşunları qalanı fasilələrlə mühasirədə saxlayır. Qalanı almaq o qədər çətin olur ki, Nadir Şahın o necə qaladır, onu almaq olmur sualına gələrsən görərsən cavabı verilir. Elə o vaxtdan qala belə adlandırılır. 1746-cı ildə Nadir Şah Hacı Çələbi xanla müqavilə bağlamalı olur. Hazırda qala dağılmış vəziyyətdə olsa da ən çox maraq kəsb edən qalalardan biridir.